Var idi, biri yox idi. Çox uzaq diyarlarda bir kişi yaşayırdı. Onun gözünün nuru, ürəyinin sevinci olan Fatma adlı mehriban bir qızı var idi. Fatmanın doğma anası bir gün uzun, dərin bir yuxuya gedir və getməmişdən öncə qızına tapşırır ki, qarı inəyini hər zaman yanında saxlasın. Bir müddət sonra evlərinə bir qadın gəlir. O ilk gündən bəri Fatmanı heç sevmir, ona həmişə ağır işlər tapşırır deyə bizə danışıblar. Amma əslində o Fatmanın doğma anası olmasa da onu öz balası kimi sevirdi. Fatma isə gündəlik işlərini görər, qarı inəyi otarmağa aparardı. Hər dəfə inəyi yun aparanda o sanki sehir kimi yunu yumuşaldır, hazır ip kimi qaytarardı. Bir gün külək Fatmanın əlindəki yunun bir parçasını uçurub aparır və külək yunu sehirli bir evin bacasından içəri salır.